Turizm təkcə turistləri cəlb etmək deyil ölkəyə. Bu eyni zamanda turistlərin düzgün, balanslı şəkildə ölkəyə cəlb olunmasıdır. Təsəvvür eləyin ki, biz bir yay səhəri siz kəndə gəlirsiniz. Həmin o kənd yaşıllıqlarla doludur. Hər ətraf meşəliklərdir və siz dar küçələrlə gəzəndə balaca kənd evlərini görürsünüz. Yerli əhali çox gülərüzdür və sizə bişirdikləri təndir çörəyinə qonaq eləyirlər. Kənd sakitdir, səs-küyü yoxdur və bu kəndin ruhu var. Bir neçə ildən sonra bu kəndə gəlirsiniz, görürsünüz ki, həmin o meşəliklərin yerində böyük otellər tikilib, turizm infrastrukturu qurulub. Kənd əhalisi əvvəlki kimi yenə gülmür, çünki həddən artıq turist gəlir və bu turistlərdən daha çox böyük turizm şirkətləri qazanır, nəinki onlar. Baxın, bu dayanıqsız turizmin bir nümunəsidir. Və yaxud siz bir düşərgəyə gedirsiniz meşəyə dostlarınızla, görürsünüz ki, həddən artıq çox zibil atıblar sizdən əvvəl gələnlər. Çay qırağında plastik tullantılar var, bəzi ağaclar qırılıb. Sizdən əvvəl gələn insanlar, yəni bu təbiətə hörmətsiz yanaşıblar və siz həmin insanların gördükləri gözəllikləri görə bilmirsiniz. Dayanıqlı turizm bu problemlərin həllinə yönəlib. Dayanıqlı turizm odur ki, turizmin elə bir formada təşkili və idarə olunmasıdır ki, burada mədəni irs qorunur, burada ətraf aləm qorunur, burada yerli icmaların iqtisadi rifahı artır. Ümumiyyətlə dayanıqlı turizm ilk dəfə 1987-ci ildə bu məfhum yarandı. BMT-nin Brundtland komissiyasında burada bir hesabat var idi. O bizim ortaq gələcəyimiz və hesabatda deyilirdi ki, biz iqtisadiyyatı inkişaf etdirməyə davam etməliyik, amma bu formada yox. Gələcək nəsillər nəzərə alınmalıdır. Sonra 1995-ci ildə artıq Dünya Turizm Təşkilatı bunu rəsmi olaraq qəbul elədi və nəticədə beynəlxalq turizm strategiyasına əlavə olundu dayanıqlı turizm. Düşünürəm ki, iki böyük hadisə dayanıqlı turizmi aktuallaşdırıb. Bu birincisi 1950-70-ci illərdə həddən artıq böyük turizm axını oldu. İkinci Dünya müharibəsindən sonra, çünki turizm daha əlçatan, daha ucuz, daha asan oldu və nəticədə böyük turist axınları baş verdi və təbiət çirklənməyə başladı. Bu zaman artıq ölkələr başa düşdülər ki, turizm təkcə turistləri cəlb etmək deyil ölkəyə. Bu eyni zamanda turistlərin düzgün, balanslı şəkildə ölkəyə cəlb olunmasıdır. Mövsümi xarakterli turizm mütləqdir. Yəni ilin 3 ayı yox, bütün ayı biz hansı turizm növlərini inkişaf etdirə bilərik ki, turistlər təkcə 3-4 ay ərzində gəlməsin, daha balanslı şəkildə il ərzində paylaşılsın və bu zaman artıq aqroturizm yarandı, kənd turizmi kimi növlər yaranmağa başladı. İkinci böyük təkan dayanıqlı turizmin aktuallaşmasına səbəb əlbəttə ki, pandemiya oldu. 2020-ci ildə turizm 75% azaldı. Təsəvvür eləyin, bu sənaye üçün böyük bir fəlakət idi, amma təbiət üçün bir fürsət idi. Bu o zaman idi ki, Venesiyada ilk dəfə kanallar təmizləndi, Himalay dağları uzaqdan görünməyə başladı. Hətta bəzi turist çimərliklərində tısbağalar yumurta qoymağa başladı. Dayanıqlı turizm turizmin yeni bir növü deyil. Bütün turizm növlərinin məsuliyyət prinsipi əsasında təşkili və idarə olunmasıdır. Beynəlxalq turizmin qlobal çirklənməyə təxminən 8-11% payı var. Burada əsas nəqliyyatın üzərinə düşür, yəni çirklənmə. Ondan sonra tullantıların, plastik tullantılar, qida tullantıları və yaxud otellər, turizm infrastrukturu tikilərkən meşələrin, biomüxtəlifliyin məhv olunması. Amma turizmin ekoloji və sosial təsirləri fərqli səviyyələrdə idarə olunur. Ətraf mühitin qorunması və yaxud tullantıların çeşidlənməsi, ekologiya, bunlar hamısı heç bir ölkə tək onu idarə eləyə bilməz. Yəni biz ölkə olaraq atdığımız bütün ekoloji addımlar, bu karbon emissiyasının azalması ola bilər və yaxud tullantıların çeşidlənməsi ola bilər və yaxud ekoturizmin təşviqi ola bilər. Bu sahədə etdiyimiz bütün addımlar beynəlxalq ekosistemin bir parçasıdır.
Yəni biz bir töhfə veririk bu ekosistemə. Amma sosial təsir bu sırf bizim milli qərarlardan asılıdır. İcmaların rifahı, yəni turizmdən gələn gəlirin yerli icmaların həyat tərzinə müsbət təsiri məhz bizim milli qərarlarımızdan asılıdır. Bu, yəni beynəlxalq tendensiyalardan asılı deyil. Təsəvvür eləyin ki, Lahıcda bir misgər nəsildən nəsilə ötürülən bir sənəti davam etdirir. Emalatxanasında misdən alətlər düzəldir və hər il yüzlərlə turist onun emalatxanasına gəlir, şəkil çəkdirirlər və gedirlər. Biz nə edə bilərik ki, həmin o turistlər o emalatxanadan Azərbaycan xatirəsi hədiyyələrini alsınlar. Nəinki gedib böyük mağazadan Çin istehsalı olan və üzərində Azərbaycan xatirəsi olan hədiyyələr almasınlar. Və yaxud Şəki Xan Sarayına gedəndə, Xan Sarayının ərazisindən çıxanda sol tərəfə diqqət yetirsəz, görərsiniz ki, orada balaca bir yarmarka var. Və ora gedəndə görürsünüz ki, yerli əhali qoz ağacından və yaxud başqa materiallardan məişət əşyaları, hədiyyələr hazırlayıblar. Hardasa bir turistlərin 30% ora baxırsa gedir. 70% isə ora keçmədən gedirlər. Baxın, beynəlxalq turist məkanlarında həmişə qonaqların axını istiqaməti düzgün idarə olunmalıdır. Yəni biz nə edə bilərik ki, gələn turistlər, Xan Sarayına gələn turistlər məhz həmin emalatxanadan çıxış etsinlər ki, ora gələn hamı o mağazadan keçmiş olsun ki, bu nəticədə nə baş verir? Yəni yerli əhali qazanır. Məsələn, siz indi böyük otellərdə, rayonlarda olan böyük otellərdən soruşsaz ki, onların qida məhsullarının neçə faizini yerli əhali verir? Onlar böyük ehtimalla deyəcəklər ki, yerli əhali onların tələbatına uyğun miqdarda məhsulu çatdıra bilmirlər. Və burada belə bir sual yaranır ki, biz nə edə bilərik ki, həmin o böyük turist şirkəti, böyük otel şirkəti həmin o yerli istehsalçının kifayət qədər istehsalı üçün ona dəstək versin. Yəni burada məsələn avadanlıqla təminat ola bilər. Burada əgər yerli istehsalçı təbii məhsulları otellərə verirsə, burada kim udur? Otel udur, çünki qonaqlarına təmiz məhsul verir. Yerli əhali udur, çünki kiçik və orta sahibkarlığı inkişaf etdirmiş oluruq, düzdürmü? Onların iqtisadi rifahı daha da yaxşılaşır. Burada ölkə udurmu? Bəli, çünki bu dayanıqlı turizmin inkişafı deməkdir. Deməli, dayanıqlı turizmin uğurlu nümunələrinə misal göstərsəm, məsələn, 2024-cü ildə Türkiyənin Ormana kəndi ən yaxşı turist kəndlərindən biri seçilib. Nəyə görə? Çünki orada mədəni irs qorunur, mədəniyyət qorunur və orada gələn turistlərin ümumiyyətlə tüm qərarlar, turizmlə bağlı qərarlar yerli əhali tərəfindən verilir. Və yaxud göstərə bilərəm İtaliyanın Toskana vilayətini, hardakı fermer turizmi çox böyük inkişaf eləyib. Orada məsələn Toskanaya gedəndə siz fermerlərin evində qalırsınız. Onlarla bir yerdə pendir düzəldə bilirsiniz. Və yaxud Yeni Zelandiyada bəzi parklar tamamilə qonaqlara bağlanıb, çünki orada karbon neytrallıq prinsipi qorunur. Hindistanda bəzi çimərliklər var, hansı ki, orada çimərliklərdən tamamilə sıfır tullantı modeli qurulub. Ümumiyyətlə Beynəlxalq Turizm Təşkilatı hər il ən yaxşı turist kəndləri adlı bir yarışma elan eləyir. Burada kateqoriyalar var ki, hansı ki, həmin o kənd də mütləq mədəni irs qorunmalıdır. Daha çox orada olan otellərdən çox insanlar ora gedəndə yerli icmaların evlərində qalmalıdır. Yerli mədəniyyəti təcrübədən keçirtməlidir. Və burada mütləq innovasiyaya da baxırlar ki, qonaqların qarşılanması və s. bu müasir standartlara uyğundurmu? Və 2021-ci ildə Azərbaycan Xınalıq kəndi ilə bu yarışmada iştirak eləmişdi və Xınalıq bu kənd turizminə potensialı olan kəndlərdən biri seçilmişdi. Baxın, 2023-cü ildə Azərbaycanda təxminən 2 milyon turist qəbul edilib. Bu, keçən illə müqayisədə 30% çox idi. 2024-cü ilin statistikasına baxanda 2,6 milyon qonağımız olub, turistimiz olub bu il. Və bu, keçən illə müqayisədə yenə də təxminən 26% çox deməkdir.
Yəni Azərbaycanda turizm getdikcə inkişaf eləyir. Yəni inkişaf dövrünü yaşayır, belə deyək. Və bu bizim üçün bir şansdır ki, artıq Azərbaycanda biz turizmin düzgün modelini qura bilərik. Düzgün model deyəndə də dayanıqlı model deməkdir. Xüsusilə qeyd etmək istəyirəm, işğaldan yeni azad olmuş torpaqlarımız. Biz burada artıq turizmi yenidən qururuq, düzdürmü? Məsələn, Şuşada bir turist təsəvvür eləyin, hansı ki, qədim küçələrdə gəzir, Şuşa qalasının yanında dayanır və sonra gedir bir emalatxanaya, harda ki Qarabağ xalçaları toxunur. Küçədən tarın, kamançanın səsi gəlir, muğamın səsi gəlir. Ümumiyyətlə Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və mən düşünürəm ki, biz Azərbaycanda həmin o yeni işğaldan azad olmuş torpaqlarımızda hər bir şəhərin, hər bir rayonun hansı turizm növü üçün potensialı var, turist resurslarının qiymətləndirilməsi mütləq olmalıdır və turistlər indi turizm ümumiyyətlə təkcə otellər, yeyib-içmək, çimərliklər demək deyil. Müasir turistlər daha orijinal, daha otentik bir təcrübə axtarışındadılar. Burada dini turizm ola bilər, burada tarixi turizm, aqroturizm, kənd turizmi və biz baxmalıyıq ki, Qarabağda bizim hər bir rayonumuz hansı turizmə maksimum dərəcədə uyğun gəlir və həmin turizmi inkişaf etdirək. Şuşa mədəni turizm, Kəlbəcər sağlamlıq, termal sular, sağlamlıq turizmi burada inkişaf ola bilər. Və yaxud Xocalı bizim qan yaddaşımızdır. Dünyada bir neçə ölkələrdə var, hansı ki, məsələn, Serbiyada var, Srebrenitsa adlı soyqırım abidəsi, hansı ki, qonaqlar gəlirlər orada tarixi öyrənməyə. Və biz Qarabağa eyni zamanda həqiqətlərimizi dünyaya çatdırmaq üçün Qarabağa bir də turizm perspektivindən baxmağımız mütləqdir. Ağdam və Laçın, mən düşünürəm ki, bura kənd turizmi üçün, aqroturizmi üçün çox mükəmməl rayonlarımızdır. Ümumiyyətlə baxsaq, Booking.com, TripAdvisor kimi beynəlxalq platformalarda qonaqların, turistlərin hardasa 75%-dən çoxu dayanıqlı turizmə qarşı həssasdır. Hətta otel seçiminə baxsaq, görürük ki, bir qonaqların hardasa 50%-i qonaqda o oteldə yaşıl sertifikat yoxdursa, onu rezervasiya eləməkdən fikrini daşınır. Bu deməkdir ki, yəni turistlər əslində dayanıqlı turizm təcrübələri axtarırlar. Onlar yerli mədəniyyəti istəyirlər, öyrənsinlər. Təsəvvür eləyin ki, siz bir ölkəyə getmisiniz, yemək yemək istəyirsiniz və orada iki seçim var. Harda ki, beynəlxalq restorandır, beynəlxalq menyu təqdim edir və yaxud harda ki, siz yerli insanların toplaşdığı, yerli menyu, yerli təqdimatda olan bir menyu olan bir restoran. Əlbəttə ki, ora gedəcəksiniz, çünki siz ölkəyə gələndə yerli mədəniyyəti başa düşməyə çalışırsınız. Qarabağda biz ilk gündən turizmin dayanıqlı modelini yarada bilərik. Burada aqroturizmdən tutmuş, kənd turizminə, sağlamlıq turizmi, mədəni turizm kimi dayanıqlı turizmin dayanıqlı növlərini tətbiq edə bilərik. Bu zaman yerli icmalar üçün biz onların iqtisadi rifahını gücləndirəcəyik. Eyni zamanda ətraf mühiti qorumuş olacağıq və ümumi iqtisadiyyat isə bundan faydalanacaq. Çünki biz sadəcə turizm sektoru qurmuruq, gələcək nəsillər üçün dayanıqlı bir miras yaradırıq.